Bugün imtahan, bazar günü abituriyentlərin imtahanıdır. Ona görə sırf bu suala toxunmaq istədim. 20 variantdan 19-cu sınavın 26-cı sualına baxacağıq. Burada bizə 133 çapa gedib deyir və burada da in giriş bildiyim ki bəllidir. 14 üstə gələk 17 vahid artıb 17K bərabərdir nəyə? 133. Aydındır. Buradan da 17K bərabərdir nəyə? 119-a. K da bərabərdir nəyə? 7-yə. Deməli bu 7 dəfə dövr edibdir, düzdürmü? Baxın, belə bir şey deyim sizə. Bunu yəni anlamağınız üçün. Baxın bu 7-ci dövrdə, bax hər ilə də yoxun qolu burada dəyişib. Aydındırmı? Yəni K bərabərdir 7-yə. İndi baxın, bizə deyir ki, bu n böyükdür 256 o deməkdir ki, bu o deməkdir ki. Yəni baxın şərt blokunda əgər 256-dan böyükdürsə həyyə get. Nədir? Kiçikdirsə yox qoluna get. Aydındırmı? Belə deyim ki, adicə bir riyaziyyatda bir ədəddir. Bir ədəd digərindən böyük nədir? Deyilsə hansı ehtimalınız qalır? Yəni, belə deyim ki, ya kiçikdir, ya özünə bərabər olacaq, düz deyilmi? Ona görə n böyükdür 256 şərti, belə deyim ki, bunun əksi n kiçik bərabərdir nə olacaq? 256-ya. Bu 7-ci dövrdən artıq bu 128 n, bu 128 n-də bu dövrdən çıxmış halı olur. Aydındırmı? Amma dövrdə qalmış halı 6 götürəcəm. O da ki 64n kiçik bərabərdir nə? 256. N də kiçik bərabərdir nəyə? 4-ə. Baxın, buradan ən böyüyünü tapa bilərəm, ən kiçiyini tapa bilərəm. Burada ən böyüyünü tapmış oluram. Ən kiçiyini necə tapacağım? Ən kiçiyində 7-ci dövrdən artıq bu həq olun baş vermiş olub, çıxmış olub. Ona görə 128n böyükdür nə? 256. Düzdürmü? 256-nı da 128-ə böləndə n böyükdür nə? 2. Burada da baxın, ən böyüyünü tapa bilirəm, yoxsa ən kiçiyim? Təbii ki, ən kiçiyim 3 olacaq. Çünki 2 2-dən böyük deyil, ən kiçiyi nədir? 3 olacaq.